Süd vəznində şiş aşkar olunub və siz onun xoş və ya bəd olduğunu özünüz müəyyən etmək istəyirsiniz. Bu mümkün deyil. Çünki süd vəzində olan şişin dəqiq tərkibini hətta həkim belə müayinə edən zaman təqribən deyir ki, buna oxşadıram. Mən də müayinə etdiyim zaman ilkin müayinəyə gələn pasientlərdə hər zaman deyirəm ki, təbii ki, müayinələri edib dəqiq diaqnozu ondan sonra qoymaq mümkündür. Daha dəqiq və dərin diaqnozu biz biopsiya vasitəsilə və digər müayinə üsulları vasitəsilə qoya bilirik. Süd vəznində ələ dəyən kütlələrin bir çoxu xoşxassəli xəstəlik səbəbindən olur. Yalnız çox az hallarda süd vəzi xərçəngindən ola bilir. Ona görə də əgər süd vəzninizdə düyün, törəmə və ya bərklik əlləyirsizsə, qorxmayın. Çünki onlar bir çox hallarda xoşxassəli xəstəlik səbəbindən olur. Ancaq onun xoş və ya bəd olmağını təbii ki, sizə həkim bildirməlidir. Əziz xanımlar, süd vəzninizdə dəyişkənlik varsa, qorxmayın. Çünki biz sizə hər zaman yardım etməyə hazırıq.